Blok imtahanına hazırlaşmaq yerinə son zəngə hazırlaşırıq, yenə yanlış qərar. Səhər çox səbəbsiz bir şəkildə enerjili durub hazırlaşıram rəqsə getməyə. Normalda həqiqətən bu qədər enerjili olmuram, bəlkə də video çəkirəm deyə bu qədər enerjili olmuşamdır. Səhər duranda saçım çox dağınıq idi deyə kiçik bir əl gəzdirirəm saçıma. Bu arada maraqlananlarınız olsa saçıma vurduğum muzdur. Nəysə, hazırlandıqdan sonra gəlirəm canın məktəbinə. Bu bizim ilk rəqsimiz olduğu üçün ilk olaraq hərəkətləri başa salır müəllim. Daha sonra uşaqlarla son zəngi danışmağa başlayırıq, bir də görürük qırğındayıq. Mahnı danışmamışıq, müəllimi danışmışıq, müəllimi bəyənmişdilər. Müəllimi dəyişmək istəyirik, dəyişdiyimiz müəllimi bəyənmirlər. Onun vaxtı alınmır, aləm dəyişir. Hələ son zəngə məktəbli formasında gəlməyimizi demirəm, o həqiqətən ayrı bir söhbət. İlk məşqimiz idi. Fikrimcə çox da pis olmadı, yəni ilk məşqə görə. Biraz dərs oxuyacaq, fizik edəcəm. Daha sonra fizikə gedəcəm. İndi də möhtəşəm bir proqram. Nəysə, rəqsdən sonra evə gəldim, yemək yeyib dərsimi oxudum. Daha sonra isə çox istəkli bir şəkildə bu havada getdim fizikaya. Burada dostum mən istəmədən birdən-birə saqqız verdi, şoka girdim. Yəqin varlı vaxtına düşüb gördüyünüz kimi. Çıxanda isə hava çox yaxşılaşmışdı. Bura qədər izlədiyiniz üçün təşəkkürlər. Digər vloqlar üçün izləmədə qalın.